Namazı qılıb qutaran kimi qaçmaq. Bu biraz mənəvi mövzular deyim. Namazı qılıb qaçmaq. Mələkə təəccüb edir bəzi vaxtlar, deyir, ay Allah, bunların bir hacəti yox idi, tez namazı qılar kimi çıxdı getdi. Namazı qıldın, qutardın, əyyam-ı Fatimiyyədə heç olmasa bir il söz ver özünə ki, hər namazdan sonra Həzrəti Zəhranın zikrini eləyəcək. Tələsməz Zəhranın zikrini elə. O deyir, bir nəfər, iki nəfər oturdu bir yerdə, namazı qıldı, dost idilər. O birisi tez durdu ayağa, namazı bitirən kimi gedəmək istəyəndə, deyib, bu birisi qayıtdı, onu bir dayandı, dedi, nə oldu, bir zikr elə də. Oturmuşuz, mesela Həzrəti Zəhranın zikrini də. Dedi, işlərimiz o qədər qarışıqdır ki, zikr eləməyə vaxt tapırıq ki. Dedi, bax, hələ buna görə işlərimiz bu qədər qatışıqdır, qarma qarışıqdır. Hələ o zikirləri eləsəydik, ilahi vəzifələrimiz edəcək, işlərimiz bu qədər qarışıq olmazdı. Mən edirəm, zikri elə ki, işlərin qapıların açılsın, o qarma qarışıqlıq aradan getsin. Zikr Həzrəti Zəhra nədir? Ömrü bərəkətli eləyir. Ömrü bərəkətli eləyir. Necə? Həzrəti Zəhra xidmətçi istədi, işlər çox idi. Peyğəmbər dedi ki, Zəhracan, gəl sənə elə bir hədiyyə verim ki, bu daha mühümdür, bu daha hər şeydir. Dedi, nə? Dedi, sənə bir zikr öyrətəcəm. Qaldı adı Həzrəti Zəhra zikri. O zikri eləsən, yəni ömrün bərəkətlənər. İşlərin qarma-qarışıq olmaz. Çox işin öhdəsindən rahat şəkildə gələrsən. Bəzi vaxtlar böyük işi görmək üçün ömrün gəlib bərəkəti olsun. Vallahi mən dostlara həmişə deyirəm, bilir mənim dostlarım. Deyirəm ki, bu dünyanın saatları ilə böyük iş görə bilməyəcəksiniz. Axirət saatları ilə yaşamalısınız. Axirətin saatları bərəkətlidir.